Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlərim. Bugün mən sizə DİM-in 9-cu sinif buraxılış imtahanına uyğun olaraq 20 sınaq kitabından Azərbaycan dilindən sınaq 15-in izahını verirəm. Sınaq 15-ə qədər olan sınaqların izahlarını isə kanalda mahnı siyahıları bölməsindən tapa bilərsiniz ardıcıl olaraq. Gəlin baxaq birinci suala. Baxaq görək qələm normal. Musa almanı soydu, quldurlar yolçuları soydular. Buradakı soymaq həqiqi mənadadır. Amma quldurları soyduda, daha doğrusu yolçuları soydudakı soydular məcazi mənadadır. Ona görə demək bu çox mənalı sözdür təbii ki. 2. Dərinlik sözünün fonetik təhlilindəki doğru fikri istəyir bizdən. Gəlin baxaq. Dərinlik formasında tələffüz olunacaq. İndi baxaq görək ki, 3 samitin kar qarşılığı yoxdur. Düz deyir. R-nı, n-nı, n-nı. Düzdür. Həm kökün, həm də şəkilçinin deyilişi ilə yazılışı fərqlənir. Kök baxıram ki, dərin sözüdür. Lik də burada şəkilçidir də. Amma dərin sözündə heç bir dəyişiklik olmur. Ona görə 2 yanlışdır. Qapalı sait həm də uzun tələffüz olunur. Buradakı qapalı saitin 2 i var. Heç biri uzun tələffüz olunmur. Çıxıram. Cingiltili samitlə başlayıb kar samitlə bitir. Bəli, d cingiltilidir, xışdırıq kar samitdir. Bu doğrudur. İncə saitlərin ahəngi gözlənilmişdir. Bəli. 2 i var, 1 ə var. Hər biri də incədir. 1, 4, 5 cavab olur D variantı. 3. Uyğunluğu müəyyən edin. Feili xəbərli cümlədir, ismi xəbərli cümlədir. Baxıram, bütün kənd qarın altında qalmışdı. Nə etmişdi? Qalmışdı. Demək, bu feili xəbərlidir. Yazıram 1-ə. Məqsədimiz yüksəklikdə mövqe tutmaq idi. Yüksəklikdə mövqe tutmaq idi. Məsdər tərkibidir və təbii ki, ismi xəbərlə ifadə olunub. Yazıram 2-yə. Bu məlumatlar lazım deyil. Bu da ismi xəbərlə ifadə olunub. Yazıram 2-yə. Nə üçün görüşə bilmədim? Görüşə bilmədin. Xəbərdir, feili xəbərdir. Yazıram 1-ə. 1-ə AD, 2-yə BC. O da olur A variantı. 4. Aşağı. Dünən qonaqların dayandığı yer indi bomboş idi. Hansı cümlə özünün əlavəsi vardı burada? Aşağı dünən qonaqların dayandığı yer. Yəni burada sizi bəlkə də çaşdıra bilər ki, burada dayandığı sözünü verir feili sifət tərkibi kimi. Bunu hesab eləyərsiniz feili sifət tərkibinin asıl tərəfi kimi. Amma söhbət aşağıdan, yerdən gedir. Ona görə burada aşağı mübtəda mövqeyindədir. Yəni mübtədanın əlavəsidir burada. İndi sizə bir şey deyim ki, əgər ki əlavə və əlavəli üzv arasında, yəni bununla bunun arasında işlənən hər hansı bir təyin varsa, biz təyini ayrıca təhlil etmirik. Əlavə ilə bir yerdə təhlil eləyirik, yəni bunu bizim bölməyə ixtiyarımız yoxdur. Yəni bir yerdə aparırıq hamısını nə? Mübtəda mövqeyində. Bax, bunu yadınızdan çıxarmayın. Keçirik indi növbəti suala, yəni 5-ci suala. Deyir ki, təsriflənməyən feilləri müəyyən edin. Yazışmaq bilirsiniz ki, məsdərdir və onu götürürəm. Deyilən feili sifətdir. Götürürəm. Alırdım. Olmaz, təsriflənəndir. Deyərkən təsriflənməyəndə götürürəm. Oxumalıdır, vacib şəklindədir, götürmürəm. 1, 2, 4 cavab olur A variantı. 6-da həmin qapı indi açıqdır cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı yanlışı istəyir bizdən. Açıqdır indiki zamandadır. Ümumiyyətlə açıqdır indiki zamanda ola bilməz axı ay uşaqlar. Açıqdır ümumiyyətlə feil deyil. Nədir? Sifətdir. Ona görə A variantı elə yanlış fikirdir. Əvəzlik sifəti əvəz etmişdir. Həmin qapı. Bəli. Gəlin ümumiyyətlə təhlil eləyək. Bir dəqiqə, necə çəkdimsə zəfliyin xəttini. Qapı. Hansı qapı? Həmin qapı. Nə zaman? İndi. Bu da zəflik mövqeyindədir. Əvəzlik sifəti əvəz etmişdir. Bəli. Təyin mövqeyindədir. Qapı adlı halda olan isimdir. Bəli. Doğrudur. İndi zaman zərfidir. Doğrudur. İsmə aid qrammatik şəkilçidən istifadə edilmişdir. Bəli, dırdir şəxs xəbərli şəkilçisindən istifadə olunmuşdur. Bu da doğrudur. Ümumiyyətlə, testlərin izahlarını axıra qədər ona görə verirəm ki, yəni A deyib keçidə bilərəm, amma sadəcə və sadəcə uşaqlar, məsələn, hər hansı bir uşaq C variantını, D variantını və yaxud da Y variantını götürübsə, bunun izahını vermək lazımdır ki, birbaşa yəni uşaq A variantını işarələyib və düzgün A variantıdır deyə keçməsin. Y niyə səhvdir? Uşaq bir daha Y variantı götürməmək üçün bunu bilməlidir. 7. Düzəltmə sifət işlənmiş cümləni müəyyən edin. Baxaq, xeyirxahlıq insanın ən uca dəyərlərindəndir. Həmişə uşaqlar, yadınızda saxlayın, DİM-in ümumiyyətlə çox tez istifadə elədiyi metodlardandır. Yəni, sənə düzəltmə sifət verirsə, mütləq şəkildə sifətdən düzəlmiş isim verir, yəni cümlənin içərisində. Bax, bunu yadınızdan çıxarmayın. Burada da xeyirxahlıq elə bir şeydir. Yəni, xeyir sözündən xeyirxahlıq.
Xeyirxah baxıram ki, sifətdən yaranmış isimdir. Amma isimdir mahiyyət etibarı ilə. Səndən nə istəyir? Sifət istəyir. Baxın, burada uca sözünü də verib sifət kimi. Amma bu necə sifətdir? Bu da sadədir. Bu isə xeyirxahlıq isimdir. Ona görə A variantını çıxıram. Gözəllik ondur, 9-u dondur. Görürsünüzmü? Gözəl sözü özü sifətdir, amma gözəllik nədir? İsimdir. Ona görə çıxıram. Qaçaqlar meşəyə getdilər. Bax, görürəm ki, burada ümumiyyətlə yoxdur da. Yəni, qaçaq özü də isimdir, uşaqlar. Uşaqlar dünənkilərdən danışırdılar. Aha, dünən sözündən, dünənkilərdən. Yenə də burada bir hilədən istifadə ediblər. Dünənkilərdən sözün verir. Biz dakı və kir şəkilçisi ilə qoşulan sözləri sifət hesab edirik eləməyinə. Amma lar şəkilçisi, cəm şəkilçisi və dən şəkilçisi, çıxışlı qalın şəkilçisini verməklə sizi çaşdırır. Yenə də deyirəm, əgər ki, sifət veribsə, düzəltmə sifət istəyirsə, onu sizə isimləşmiş versiyada da verə bilər. Uşaqlar, çaşmayın ona görə. Cavab olacaq D variantı. Hamıdan yaxşı danışmaq tələb olunur. Yəni, burada yaxşı sözü əgər götürürsünüzsə, o sifət deyil, ümumiyyətlə danışmağın qabağında gəldiyinə görə. Bu nədir? Zərfdir daha doğrusu orada. 8. Kabinetin qapısı açıldı. Mərdan baba içəri keçib dəvət gözləmədən küncdəki kresloda əyləşdi. Burada tabisi mürəkkəb cümlənin tərəflər arasında hansı məna bağlılığı var? Uşaqlar, qapı açılıb, Mərdan baba da içəri keçib dəvət gözləmədən kresloda əyləşib. Burada nə var? Təbii ki, hadisələr ardıcıl baş verir də burada. Bəli, B variantı. Ümumiləşdirici söz işlənmiş cümləni müəyyən edim. Atam, anam, qardaşım, bütün ailə üzvlərim istirahət üçün rayona getmişlər. Görürsünüzmü? Ümumiləşdirici söz işlənməmişdən əvvəl mütləq şəkildə tabeysizlik əlaqəsi olmalıdır, sadalama olmalıdır. Baxıram ki, burada da var. Atam, anam, qardaşım, bütün ailə üzvlərim. Bütün ailə üzvlərim dediyi, yəni burada ümumiləşdirici sözdür. Bəli, cavab olacaq A variantı. Amma digərlərinə də baxaq. Günəş uzaqdan dağların ardından boylanmağa başladı. Baxın, uzaqdan dağların ardından əlavədir. Ona görə çıxıram. Dinə sadəlöv daxil olub hiləgər çıxırsam, burada ümumiyyətlə görürsünüz, nə ümumiləşdirici sözdür, nə bilim, heç bir şey yoxdur yəni burada. Baxıram digərinə, bəlkə də əsl ustalıq budur, hər zaman təcrübəsiz olduğunu bilmək. Burada da yoxdur, çıxıram. Vermə dünyaları alsan da bu cənnət vatanı, burada da yoxdur tabeislik əlaqəsi. 10. Nümunədə işlənən əsas nitq hissələrinə aid olmayan sözlərin ardıcıllığını müəyyən edim. Elə bil onlarla danışmaq olmaz. Elə bil burada nədir? Təbii ki, modal sözdür. Modal söz. Demək 4-1-ci gələcək. Sonra onlar ilə danışmaq. İlə var burada. Qoşma gələcək. Danışılsa yaxşıdır. Amma olmayanda dünya dağılmaz ki. Amma bağlayıcı. Bağlayıcı. Dağılmaz ki. Ki də burada nədir? Dat. Demək 4, 1, 2, 3. Cavab olur E variantı. İndi isə keçək inam mətninə. Uşaqlar, yenə deyirəm, əvvəlki videolarımda olduğu kimi, siz əgər mətnlə tanış deyilsinizsə, videonu saxlayıb mətnlə tanış olub, daha sonra mənimlə cavablarınıza baxa bilərsiniz. Burada demək mətnin bir hissəsi, burada isə mətnin ikinci hissəsi öz əksini tapıb. Gəlin baxaq 11-ci suala. Deyir, hansı suala mətndə cavab yoxdur. Leytenant generalın yanına nə zaman gəlir? Müharibə bitəndən sonra bax. Burada qələbədən sonra leytenant generalın yanına gəlir. Var yəni, bu suala cavab var. Yoxdur istəyir bizdən. Əhvalat müharibədən əvvəl mi baş vermişdi? Bəli, müharibədən əvvəl baş vermişdi. Çünki inanmırdılar yəni. Əskərlər inanmırdı ha bu arada. Yəni general özü inanırdı. Əskərlər pulun yazı üzünün düşməsinə münasibəti necə olur? Əskərlər yəni həyəcanla bir-birinə sarılırlar. Bəli, artıq bu döyüşdə qalib gələcəkdən heç kimi şübhəsi qalmamışdı. Bəli, münasibət budur. Var bunun da cavabı. Düşmən əskərlərin sayı nə qədər idi? Bu barədə bir məlumat yoxdur. Uşaqlar, cavab olacaq D variantı. Y-yə baxaq. Leytenantın sevincinin səbəbi nə idi? Sevincinin səbəbi o idi ki, bax burada deyir ki, sevinclə nə deyir? Cənab general, sizi təbrik edirəm. Təcrübəniz baş tutdu. Demək, bunun da var. Yəni, bu sualın da cavabı var. 12-ci suala baxaq. Deyir ki, mətnlə bağlı fikirlərdən doğru olanları müəyyən edim. Deyir ki, general şübhəyə düşmüşdü. Generalın heç bir şübhəsi yox idi. Baxın, mətnin əvvəlində sizə göstərəcəm həmin hissəni. Bax, deyir ki, hücuma keçməli idi. Qalib gələcəyinə inanırdı. Üstəlik bu döyüşdə qalib gələcəyinə inanırdı. Söhbət kimdən gedir? Generalın ordusu düşmən üzərində sayca az olsa da hücuma keçməkdir. Üstəlik də döyüşdə qalib gələcəyinə inanırdı. Yəni, burada biz generalın inamsızlığını görmürük əslində. Ona görə gəlin birləri çıxaq. Çıxırıq. Baxıram 2. General qələbəyə əvvəldən də, bəli, əvvəldən də inanırdı. Əskərlər qədim Yapon ənənəsinə inanırdılar.
Yəni belə bir şey yox idi uşaqlar, qədim ənənəyə inanmaqları. Döyüşçülərin döyüşdən əvvəl ümumi razılığa gəldiyi məsələ var idi. Bəli, ümumi olaraq razılığa gəlirlər ki, biz püşk ataq. Bax burada deyir ki, bir ağızdan bu təklifi qəbul etdilər. General pulu havaya atır. Yəni burada təcrübə eləyirlər. Yəni həqiqətən də ümumi razılığa gəldiyi məsələ var idi. Əsgərlər generalın hücum planından əvvəlcədən xəbərdar idilər. Hücum planından əvvəlcədən xəbərdar idilər, bəli. Demək 2 4, 5. B variantı. 13. Hansı söz tünd qara hərflərlə yazılmış ifadələrdən birini əvəz edə bilməz? Gəlin baxaq burada. Tünd qara hərflərlə verilmiş sözlərə. Demək burada fasilə verdilər. Bunu aldıq dairəyə. Sonra burada varmı? Aha, keçək bu tərəfə. Həyəcanla, şübhəsi. Başqa varmı? Yox, varmı? 4 dənə olmalıydı. Bir də metal pul. Aha, metal pul. Fasilə verdilər. Metal pul, həyəcanla, şübhəsi. Baxaq görə burada nə deyir? Sikkə metal pul budur. Sonra həyəcanla, görək varmı həyəcanla? Həyəcanla yox. Sonra fasilə verdilər. Ara vermək ola bilər. Bəli, ara verdilər. Sonra bir dəqiqə, həyəcanla fasilə verdilər, metal pul, bunu dedik. Sonra, burada nəticə sözünü unutmuşuq. Nəticəsini sözü də var burada. Nəticəsini yekun, yəni yekun sözü ilə. Sonra şübhə. Şübhəsi deyir, heç kimin şübhəsi qalmamışdı. Şübhəsi, tərəddüdü qalmamışdı da heç kimin. Qorxu ilə, həyəcan qorxu ilə eyni şey deyil uşaqlar. 13-də cavab olacaq E variantı. 14. Hansı plan bəndini mətnin bütün tərkib hissələrinə aid etmək olar? Əsgərlərin tərəddüdü əsas hissəyə aid idi uşaqlar. Bir dəqiqə görək giriş hissədə var mı? Qələbəyə şübhə ilə baxırdılar. Yəni bunu nəticə hissəyə aid eləyə bilmərik. Yəni baxın, bunu nəticə hissəyə aid eləyə bilmərik. Ona görə bu keçdi buradan. Demək, bunu nəticə hissəyə aid eləyə bilmərik. Nəticəyə aid eləyə bilmirik bunu. Sirrin açılması bu nəticə hissədədir. Digərlərinə aid. Əsas hissəyə və giriş hissəyə aid eləyə bilmirəm, yəni bunları. Sonra düşmən ordusunun gücü bu giriş hissədədir. Yox, giriş hissədədir. Daha doğrusu bunun üstünə xətt çəkməyək. Çünki bu giriş hissədədir də, yəni giriş hissəyə aiddir. Girişə aiddir. Ordu rəhbərinin davranışı, bu hamısında. Bu hamısında var uşaqlar. Bu giriş hissədə inanırdı. Əsas hissədə sikkə pulundan təcrübə keçirir. Sonra nəticə hissədə demək, başa salır ki, cibindən çıxardır leytenanta döyüşdən əvvəl havaya atdığı metal pulu göstərir ki, pulun hər iki tərəfində yazı yox, şəkil var idi. Yəni burada hamısında yəni bilavasitə özü iştirak eləyir, özünün rolu var yəni. Döyüşdə fasilə verilməsi yox. Bunlar yəni heç biri uyğun deyil uşaqlar. Cavab olacaq orada D variantı. 15. Çərçivədəki söz hansı nümunədə işlənmişdi? Gəlin baxaq görək çərçivədəki söz ümumiyyətlə hansı söz idi? Burada qərara sözü idi. Baxaq, deyir ki, Yapon generalının ordusu düşmən ordusundan sayca az olsa da qərara görə hücuma keçməli idi. Aha, qərar. Söhbət həqiqi qərardan gedir. Yəni o yerində qərar tuta bilmirdi, məcazi də olmaz. Tələsirəm, qərarım qalmayıb. Yenə də məcazidir. Düzgün qərarda təbrik edirəm. Elə cavab C variantıdır. Yenə deyirəm, həqiqi mənada olanı axtarırdıq burada. C variantında həqiqi mənadadır. Soyuq hava qərarımı kəsib hamısında görürsünüz ki, məcazi mənadadır. Uşaq qərar tapdı, daha ağlamır. Bu da məcazi mənadadır. Olmaz. Cavab olur 15-də C. Mətnə əsasən cədvəli tamamlayan fikirləri müəyyən edin. Əsgərlər şübhəli idilər. Nəticədə nə baş verir uşaqlar? Nəticədə general metal pul məsələsini ortaya atır da. Demək, buradan biri götürəcəm. Bu tərəfdə isə nəticə hissəsində verib ki, general əsgərlərinin şübhədən necə çıxaracağını düşünürdü və burada təbii ki, qalib gələcəyinə əmin idi. Nəticədə də əsgərlərin şübhədən necə çıxaracağını düşünürdü, yəni. Burada 1 ilə 4 olacaq, cavab olacaq D variantı. Üzərində rəqəm yazılmış sözlərin şərhinə əsasən uyğunluğu müəyyən edin. Gəlin baxaq üzərində rəqəm yazılmış sözlərə. Qızğın sözü idi, bir söz. Gəlin başqa rənglə işarələyək ki, çaşmayaq. Qızğın sözü idi. 2 harda yazılmışdı? 2 təklif sözü idi. Təklif, sonra 3. 3 hardadır?
Yoxdurmu? Yox, yoxdur. Demək birlə qızğınla təklif sözü idi. Görə burada nə mənadadır? Bir dəqiqə. Müharibənin ən qızğın vaxtı idi. Məcazi. Məcazi. Burada nə deyir? Deyir ki, əsgərlər bir ağızdan bu təklifi qəbul etdi. Bu həqiqi mənadadır. Yəni təklif həqiqi mənadadır burada. Gəlin baxaq indi. Uyğunlaşdıraq. Demək, günəşin qızğın şüaları eyni cümlədə işlənmiş. Yox, qəti şəkildə. Görürsünüzmü? Mən dedim ki, orada məcazi mənadadır. Ona görə A-ları çıxdım. Bir variantda da A-nı çıxıram. Qərarı alınmış fikir mənasındadır. Burada təklifi idi, bir də qızğını idi. Yox. Təklif qərarı alınmış fikir yox. Verilən fikirdir. Təklif verirəm. Elə bilmirəm qərarı alacaqlar, almayacaqlar. Gərgin, güclü, şiddətli anlamındadır. Qızğın müharibə. Bu ola bilər. 1-ə C yaza bilərəm. 2. Hər kəsin hüquqi mənasını ifadə eləyir. Yox. Qəbul edilmək üçün irəli sürülən fikir, bəli. Yenə də qeyd etdiyim kimi 1-ə C, 2-yə Y olacaq uşaqlar. Cavab olacaq D variantı. Gəlin baxaq indi 18-ə. 18-də mətndə qarşısında hansı işarə qoyulmuş ifadələr məcazi mənada işlədilmişdir? Demək, məcazi mənada işlədilmiş olmaq üçün gərək baxaq da bura ki, hansılar məcazi mənadadır. Baxaq bir dəqiqə. İnanırdı, gələcəyinə inanırdı, həqiqi mənadadır, həqiqi. Yəni, inanmaqdan söhbət gedir də burada. Üz tutmuşdular, məcazi mənadadır. Demək, bunu yadımızda saxlayaq ki, üzü, demək, sağa tərəf olan üçbucaq. Sonra, düşsə, şəkil üzü düşsə, bu yadına düşmək deyil ki, həqiqi mənadadır, yəni bu. Həqiqi mənadadır. Sonra, fırlandı, bir qədər fırlandı, metal pul fırlanır da, bu da həqiqi mənadadır. Sonra burada sarıldılar, əskərlər həyəcanla bir-birinə sarıldılar. Sarıldılar. Bir dəqiqə, fırlandı. Metal pulun əslində yerə düşəndən sonra bir qədər fırlandı. Bu həqiqi mənadadır. Şəkil düşsə, bu isə məcazi mənadadır. Demək, məcazi mənada olan şəkil üzü düşsə, deməli, məğlub olacaq. Demək, uşaqlar, burada bir, baxaq görək, işarədə bir bu variant, bir də bu variant bizim işimizə yarayacaq. Ya romb, ya da demək, kvadrat. Rombda bizə düşsə deyir, şəkil, digər şəkil üzü düşsə, burada əskərlər həyəcanla bir-birinə sarıldılar. Var döyüşdə qalib gedən heç kəsin şübhəsi qalmamışdı. Elə burada, çünki bu uyğun gəlmir, elə sarıldılar olacaq uşaqlar burada məcazi mənada. Ona görə cavab olacaq D variantı. 19-a baxaq. Mətnin 4-cü abzasında məntiqi nöqsana yol verilmiş cümlə əsasında cədvəli tamamlayan fikri baxın, yəni tapın. Baxaq. Deyək ki, 4-cü abzasda məntiqi nöqsana yol. 4-cü abzası sayaq. 4-cü abzası 1, 2, 3 və 4. 4 yazılan deyə bilərik burada. 4-cü abzasında elə deyir də 4 yazılan. Aha, rum rəqəmi ilə. Demək, burada bizə deyirdi ki, baxın, təklif verirdi ki, metal pul yerə düşəndən sonra bir qədər fırlanır və yox. Buna görə yolumuza davam edəcəyik. Yox, əgər deyir yazı üzü düşsə, deməli qalib gələcəyik. Demək, yazıda qalib gəlirlər. Qalib gələcəyik. Əgər deyir yox, şəkil üzü düşsə, deməli məğlub olacaq. Şəkil hissəsində məğlub. İndi gəlin burada bizə nə deyir? Deyir ki, bax burada metal pulu havaya atanda göstərir ki, hər iki tərəfində yazı yox, şəkil var idi. Abalam, şəkil var idisə, bəs bunlar necə? Şəkil axı məğlubiyyət idi. Şəkil var idisə, necə bunlar qalib gəldi? Demək, burada şəkil yox, yazı olmalıydı. Yazı, çünki qalib gəlmişdilər axı. Həmin o nöqsanlı cümlədə, söz daha doğrusu, pulun hər iki üzündə şəkil var idi. Düzəliş edilmiş variantı, pulun hər iki üzündə yazı var idi, olmalıydı uşaqlar. Bax, buna diqqət edin. 20. Sxemi tamamlayın. Bəzən insan möcüzələr yaratmağa, mümkün olmayanı mümkün etməyə səbəb olur. Deyir ki, çərçivədəki verilmiş hökmü mətn əsasında təksib etmək olar, yoxsa təsdiq etmək olar? Təbii ki, təsdiq etmək olar uşaqlar. İnsan həqiqətən də möcüzələr yaratmağa mümkün olan bir şeydir. Ki,
yəni orada general belə yaza bilərsiniz. Yəni fikrinizi əsaslandırın hissəsində generalın əsgərləri heç bir halda inanmırdılar qələbəyə. Çünki düşmən ordusunun əsgərləri sayıca çox idi, amma generalın etdiyi təşəbbüs nəticəsində, təklif nəticəsində, təcrübə nəticəsində əsgərləri irəliyə doğru irəlilədilər. Halbuki onların sayı az da olsa, amma qələbə qazana bildilər. Demək, namümkün olanı nə etdi? Mümkün etdi. Bu da təsdiq etmək olur, yəni bunu təkzib yox. Eyfel qülləsi mətninə baxır uşaqlar. Eyfel qülləsi mətninlə tanış olub, daha sonra suallarınızı mənimlə cavablandıra bilərsiniz. Gəlin baxaq, mən mətni oxumayacağım, vaxt getməsin deyə. Bu arada əgər siz videonu izləyirsinizsə, kanala abunə olmağı, videonu izləməyi, şərh yazmağı və fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Ümumiyyətlə imtahana az qalıb. Nə hiss edirsiniz? 21. Cümlə qarşısına Roma rəqəmi yazılmış hansı abzasın əvvəlinə artırılsa, mətnin tərkib hissələrində əlaqə bərpa olunur. Bəs müasir dövrdə bu qülləyə münasibət necədir? Söhbət əvvəlki dövrdə, 2-ci Dünya müharibəsi dövründə və ondan əvvəlki dövrdə söhbət gedirdi. Onun tikilməsindən söhbət gedirdi. Utanc mənbəyi olmasından söhbət gedirdi. Artıq burada biz 6-cı abzasda deyə bilərik ki, bəs müasir dövrdə bu qülləyə münasibət necədir? Sonra davam edə bilərik ki, bu gün Eyfel qülləsi dünyanın ən gözəl memarlıq nümunələrindən biri sayılır və yaxud da biridir formasında deyə bilərik. Demək, 6-cı abzasa əsasən bunu müəyyənləşdirə bilərik. Keçdik 22-ci suala. Çərçivədə verilmiş söz hansı nümunədə kontekstdəki mənasına uyğundur? Baxırıq çərçivəyə təbii ki, biz onu tapmalıyıq, konteksti müəyyən etməliyik, daha sonra isə demək, variant seçməliyik. Deyək ki, Eyfel adı da qülləyə onun adından miras qalıb. Söhbət burada pul mirasından getmir. Demək, biz məcazi mənada cümlədəki söz axtarmalıyıq miras sözünü. Gəlin baxaq. Ağca xanım evində həmişə ata mirası deyib, əzizlədiyi pilləli məxməri, piləkli məxmərə altdan yuxarı qəzəblə baxdı. Bu söhbət yenə də deyirəm ki, maddi olaraq mirasdan gedir A variantında. Yəni həqiqi mənada, həqiqidir bu. Lakin hələ ili tamam olmamış kişinin mirasına əl vurmaq olmazdı. Bu söhbət yenə də burada pul mirasından gedir, həqiqi mənadadır. Nisa bəyim xanım içəri girib götür mirasa qalmış təsbehi deyə Rəhim ağanın, yəni burada da uyğun deyil. Mülkün kimə miras qalacağı yenə də həqiqi mənadadır. Ona görə çıxıram. Mikail Müşfiq dühasından bizə miras qalan, yəni yadigar qalan da, yadigar qalan o mənada. Y variantı. 23-ə baxıram. Mətnə aid yanlış fikri istəyir bizdən. Baxaq. Eyfel qülləsi ildə nə qədər turist ziyarət etdiyi məlumdur. Bəli, məlumdur. Burada bizə deyirdi ki, ildə 6 milyon turist baş çəkir. Birinci abzasda bəli. Bu cümlə verilmişdi. Həmin onu yazırsınız bura. Nə qədər? 6 milyon. Demək, A var. Açılışdan 51 il sonra qüllənin ərazisi inşa olunub. Bəli. 1900 demək 40 idi və ondan da biz çıxırıq 1889-u. Təbii ki 51 eləyir. Bəli, 51 eləyir. B variantı doğrudur. Yəni burada indi həmin hissəni də göstərək sizə ki 1940, 1951 hissəsini göstərək. Bir dəqiqə. Bayaqları özüm burada bax 1889-cu il. Baba burada deyir ki, qüllənin açılışı zamanı qaz fənərinin açılışı burada olub da 1889-cu ildə. 1940-cı ildə də Hitler partiya daxil olmuşlar və Fransız qülləni xarab edirlər, yəni. Bəli, burada artıq qüllənin ərazisi işğal olunmuşdu da. 1940-a təsadüf edirdi. Demək, B düzdür. C-də qüllə müxtəlif adlarla adlandırılıb. Bəli, zamanında adlandırılıb, Eyfel qülləsi adlandırılıb, sonra öz memarı tərəfindən 300 metrlik qüllə adlandırılıb, sonra dəmir qadın adlandırılır. Yəni, müxtəlif cür adlandırılıb, bəli. Mopassan qüllənin əleyhinə imza toplamağa təşəbbüs yaradıb, göstərib. Xeyr, Mopassanın da imzası olub orada. Amma Alexander Dumas da olub orada, Charles Godot olub, Guy de Maupassant da olub. Amma bunlar təşəbbüs etməyiblər, yəni təşəbbüsü bunlar göstərməyiblər. Bunlar sadəcə imzaları olub, yəni arasında. Ona görə cavab elə yanlış cavab burada D variantıdır. Qüllə ilə bağlı maraqlı ifadə də yaranmışdır. Bəli, dəmir qadın. 24. Bundan da əlavə deyirdilər ki, həm də qüllənin əgər ki insan, hansısa bir insan onun deyir, dəmir yəni konstruksiyasından tuturdusa, bu kifayət ki, digər yerləri gəzməsə də olar. 24. Hansı söz mətndə tünd qara hərflə verilmiş sözlərdən heç birini yaxın mənalı qarşılığı deyil?
Baxaq, indi burada tünd-qara hərflərlə verilmiş sözlərə. Onları başqa qələmlə işarə eləyək ki, çaşmayaq. Burada simvol sözüdür uşaqlar. Simvol. Sonra keçmişdir. Sonra bu tərəfdə fəallar sözüdür burada. Fəallar. Başqa var mı? Fəthetsə. Aha, fəthetsə qaydaq indi qələmimizi dəyişək. Aha, söhbət burada Fransanın simvolu hesab olunur. 236 milyonu keçmişdir. Burada keçmək, ötmək mənasındadır da. Bəli, ötmüşdüm. Simvol rəmz mənasındadır. Elə buradan çıxaq bunları. Sonra bəzi fəallar isə ədəbiyyatçı və sənətçilər bir yerə yığaraq qüllənin ləğvi üçün imza toplamışdılar. Bəli, fəal burada söhbət kimdən gedir? Fransanı fəth etsə də, fəth etməyi burada zəbt etmək mənasında aktivist ola bilər. Bəli. Fəal aktivist ola bilər. Proqnoz sözünün mənası. Ümumiyyətlə, burada belə bir yaxın mənalı söz yoxdur. Proqnoza uyğun olaraq. 24-də olacaq deyil. 25. Üzərində rəqəm yazılmış sözlərin mətndəki mənası ilə bağlı uyğunluğu müəyyən edin. Mətndə üzərində rəqəm yazılmış sözləri birincisi tapaq. Tutan. İndi bu tutan nə mənadadır? Baxaq görək. Qeyd edək ki, dünyada turistləri özünə cəlb edən məkanlar arasında ilk sıralardan birini tutan. Məcazi mənadadır təbii ki. Məcazi. İndi söhbət 2 yazılan hardadır? 2 yazılanı tapaq. Daha sonra o qədər qaraladım ki, içərisində indi də görə bilmədim. 2. Bu da tutan. Bu da tutmaqdan söhbət gedir. Amma konstruksiyanın əli ilə tutan. Bu həqiqi mənadadır. Uşaqlar, biri həqiqi mənada. 2 sözdür, ikisi də eynidir. Biri həqiqi, birinci həqiqi, ikinci məcazi mənadadır. 1, 2. Həqiqini yazıram, demək, B-yə. Məcazini yazıram 1-ə, A-ya. Sonra, demək, 1-ə A, 2-yə, demək, B. Sonra, baxıram C-yə, təşkil edən sözü ilə bu uyğun gəlir 1-ə. Sonra, 2-də isə termin deyil heç biri. Yapışan anlamına gəlir. Bəli, əli ilə tutan yapışan. A-C, B-Y. Cavab olur C variantı. 26-da mətnə əsasən suallardan birinə təsdiq ədatı ilə cavab vermək mümkün deyil. Yəni, hə, bəli ilə. Eyfelin ən üst nöqtəsinə bayraq asılıbmı? Asılıbmı? Bu barədə, yəni ümumi desə, yəni bəli, xeyir demək olmur yəni buna. Çünki bilmirik də, yəni almanlar asa bilməmişlər, amma bu o demək deyil ki, heç kim asmayıb. Bu qalsın. B. Mövcudluğu müddətində Eyfel ziyarət edənlər sayı məlumdurmu? Bəli, məlumdur. Burada deyir ki, bu bütün tarix boyu qüllənin görməyə gələn sayı 236 milyonu aşır yəni. 236 milyonun üstüdür, yəni plus qoyaq ki, üstü. Və bu var. 26-da C-yə baxaq. Eyfel hazırlanış, onun gələcəyi ilə bağlı konkret plan var. Bəli, söküləcəyi planı var idi ki, 20 il sonra sökülməlidir. Baxın, bu 3-cü abzasın elə sonuncu cümləsində plana görə. Bəli, plan var idi. Bəli, Eyfel fərqli obyektlərə bənzədilibmi? Fərqli obyektlərə bənzədilibmi? Baxaq görə. Bəli, bənzədilib. Yəni, burada, məsələn, dəmir qadına filan bənzədilmə hadisəsi var idi. Bəli. Alexander Dumas Eyfeli bəyənməyənlərin içində olubmu? Bəli. Hətta Maupassantda. Yəni, burada bir dənə yenə də deyirəm, A variantı qalır uşaqlar. Bəlkə də sizin beyninizdə qalır ki, almanlar asa bilməyib, amma bu demək deyil ki, heç kim asa bilməyib. Yəni, bəli, xeyr, bəli deyə bilmirik yəni buna. 20... Mümkün deyil də, yəni bəli deyə bilmirəm. Çünki almanlar da asa bilməyiblər yəni. 27. Birinci və sonuncu abzaslarla bağlı ortaq fikri müəyyən edin. Yəni, giriş və nəticə hissəni əlaqələndirən deyir. Tərkibindəki cümlə ardıcılı pozulmuşdur. Pozulma hadisəsi görmədik. Yəni, pozulma hadisəsi olanda uşaqlar həmin an onu tuta bilirsiniz. Birinin digəri yerində işlənə bilər. Yox. Nəticənin elə öz yeri var, əsasın öz yeri var, sonunda öz yeri var, girişində öz yeri var. Digər abzaslar əlaqəsi zəifdir. Yox. Bütün sözlər həqiqi mənalıdır. Birinci abzasda, demək, yəni, məsələn, bir yerini tutan sözü var. Nəyim, məsələn, həqiqidir onun? Həqiqi deyil axı. Turist marağı ilə bağlı məlumat əks olunmuşdur. Bəli. Burada əks olunub. Baxın, burada turistlərin sayı, sonra nə bilim, Eyfel qüllasında bir ildə nə qədər baş çəkir, ümumi nə qədər baş çəkir. Sonuncu hissədə də deyir ki, belə deyir, tarixi deyim var ki, dəmir konstruksiyaları tutan üçün, adam üçün digər yerləri gəzməsə də olar. Yəni, ən gözəl memarlıq nümunələrindən biridir. Yəni, bu barədə məlumat var həqiqətən də. 28. Mətnə görə nəyə ehtimal hesab etmək olar? Ehtimal, yəni,
təsdiqini tapma, fakt deyil də, yəni ehtimaldır, yəni bu hadisə. Baxaq. A-da deyir ki, güllə Parisin daha da məşhurlaşmasında rol oynayıb. Bəli, bu faktdır, yəni. Dünyada turistləri cəlb edən başqa məşhur abidələr də var. Ehtimal deməyək də, yəni bu barədə ümumiyyətlə bu Eyfel qülləsindən bəhs olunurdu. İkinci Dünya müharibəsi zamanı Eyfel qülləsi dağıntılara məruz qalmamışdı. Yanlışdır. Yəni onun lifti xarab olunmuşdu. Alman əsgərləri Eyfelə çıxmaq istəyiblər. Bunu götürə bilər uşaqlar. Çünki burada bizə demir çıxıblar və yaxud da nə ediblər. Ən yüksək hissəsinə çıxıb öz bayraqlarını asa bilmədilər deyir. Yəni ehtimal ki, çıxmaq istəyiblər də. Yəni bir dənə uyğun variant bu qalır. Parisin görünüşü bir çox məşhurlar üçün əhəmiyyət kəsb etmişdi. Bu doğrudur yəni. Çünki onu utanc hesab eləyirdilər. 29-da deyir ki, mətnə əsasən cədvəli tamamlayan fikirləri yazın. Nəticədə yazıb ki, güllənin lifti xarab edilib. Səbəb isə əskərlər bayraqlarını asa bilməsinlər. Bax burada bir dəqiqə həmin hissəyə baxaq. 1940-cı ildə Hitler Parisə daxil olmuşdan və fransızlar güllənin liftini xarab etdilər ki, səbəbindən təmin etmək mümkün olmadı. Ona görə Alman əsgərləri gülləyə çıxa bilməsinlər deyə. Alman əsgərləri çıxa bilməsin deyə. Bəziləri Eyfel qülləsini utanc hesab edirdilər. Onun ləğvi üçün, yəni sökülməsi üçün imza toplayırdılar. Burada 30-cu və sonuncu sualda deyir ki, nöqtələrin yerinə uyğun gələn məcazi mənalı ifadə yazın. Demək, məcazi mənalı ifadə bugün Eyfel qülləsi dünyanın ən gözəl memarlıq nümunələrindən biri sayılır. Sayılır sözünü yaza bilərik. Bəli, məcazi mənadadır. Sayılır. Demək, uşaqlar, sınaq 15-in izahı bu qədər. Yenə deyirəm, siz əgər mətndən yararlandınızsa, suallar sizin üçün aydın oldusa, o zaman videonu izləyib, daha sonra bəyənib, paylaşıb, fikirlərinizi mənimlə bölüşə bilərsiniz. Sağ olun, sağlıqla qalın.